Bismillahirrahmanirrahim. Əziz və hörmətli müsəlman bacı qardaşlar, bildiyimiz kimi bu günlərdə Əyyam-ı Fatimə günləridir və sonlarına yaxınlaşmışıq. Əyyam-ı Fatimə, yəni xanım Fatimə Zəhra salamullahi əleyhanın şəhadətə çatan günləridir. Bu günlər Peyğəmbərin qəlbini, məsum imamların qəlbini dağlayan, incidən günlərdir. Xanım Fatimə Zəhra salamullahi əleyh Peyğəmbərdən sonra çox az müddət ömür sürdü və şəhadətə yetirildi. Şəhadətə yetirilmə səbəbi də İmam Əli əleyhissalamın ilahi tərəfindən Peyğəmbərin və Allahın yer üzündə hüccəti və canişi seçilməsi uğrunda onun haqqını tələb eləyərək irəli çıxdı və o xəyanəti eləyənlərin sinəsinə yapışaraq bu haqqı tələb elədi ki, İslama, dinə, şəxsi maraqlarınız üçün xəyanət eləməyin. Allahın, Peyğəmbərin qədirxumda seçdiyi şəxs ilahi canişin Əmirəl-Möminin Əli əleyhissalamdır. Və Allah onu seçib. Sizin Allah adına, din adına rəhbər seçməyiniz Allahın, Peyğəmbərin xoşuna gələn deyil. Çünki Fatimə Zəhra salamullahi əleyhanın özü də ilahi tərəfindən seçilmiş məsum idi və Allahın dininin müdafiə edilməyini bilirdi və İslamın ilk vilayətinin də, İslamın ilk haqq canişinin yolunda şəhid olan şəxsdir. O böyük şəxsiyyətin haqqında Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: Fatimə bezətü minni fəmən azaha fəqət azani və mən sərrəha fəqət sərrəni. Yəni Fatimə salamullahi aleyh mənim bədənimin bir parçasıdır. Onu incidən məni incidib, onu sevindirən, şadlandıran məni şadlandırıb. Biz bunu gördükmü? Xeyr. Bəzi dünya və şəxsi maraqları uğrunda bəzi şəxslərin Peyğəmbərə və İslama xəyanətini gördük və bu maraqların ucubatından xanım Zəhranı şəhadətə yetirdilər. Dünyəvi maraqlar üçün bunu qapı arasında qoyaraq, zərbə vuraraq, bətnində olan uşağı da sikt elədi, saldı. Möhsün adlı uşaq Peyğəmbər əleyhissalam özü dünyada olarkən adı verib getmişdi. Bu uşaq da dünyaya gəlmədən salındı. Bu İslama və Əhl-i Beytə, Peyğəmbərə və Allaha ən böyük zülm, haqsızlıq, xəyanət idi. Bunu gördük, yaşadıq. Biz müsəlmanlar da bu ağır faciə münasibəti ilə hər il bu günləri yad eləyirik, xatırladırıq, yaşadırıq. Bütün sevənlərinə, diri balasına, aşiqlərinə dərin hüzünlə baş sağlığı veririk. Allah bütün bu yolda zəhmət çəkənlərin zəhmətlərini qəbul eləsin deyirik. Allah hər birinizdən razı olsun. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.